İctimai televiziya dirəşib ki, Azərbaycan bir də finala keçməyəcək Eurovisionda. Yəni ictimai televiziyanın bu Avroviziya yarışması ilə problemi nədir? Yəni dirəşib ki, Azərbaycan finala keçməsin. Fərqi yoxdur kimi göndəririk. Jelatinə qadın olması. Neçə illərdən sonra qadın göndərdilər və mən Civanı, Cəmləni şəxsən tanıyıram. Mənim ondan heç bir pretenziyam yoxdur. Mən burada ictimai televiziyadan danışıram. Çünki bütün qərarları Avroviziya ilə bağlı ictimai televiziya verir. Yəni biz Azərbaycan sırf Avroviziya yarışması üçün arena tikən millətik ki, yəni bu qədər pofigizm olar, bu qədər laqeyd yanaşma olar bu verilişə, yəni bu yarışmaya qarşı. Xaricilər bizimlə məzələnir. Xaricilər bizimlə mırt tutur və haqlı olaraq, yəni hər şey göz qabağındadır. Maraqlı deyil sizə, bu işlə uğraşmaq istəmirsiniz, məşğul olmaq istəmirsiniz. Yəni deyin ki, Avroviziya yarışmasında Azərbaycan bir də iştirak eləməyəcək. Da belə pozor olmaqdansa hər il, gedib finala keçməməkdənsə, yola verənski mahnılar, yola verənski performanslar göndərməkdənsə, prosta xala xətrinə ki, hədə getdik gedin. Bunu eləməyin də, yəni burada nə var ki? Pul da qalar büdcədə. Mən başa düşmürəm bunun sözündüzü. Yəni mahnı TikTok'da gördüm, mən bilmirdim bunu. 85% süni intellekt çıxıb mahnı. Mahnı sözləri 85% deyir ki, bəs AI ilə yazılıb. Bax, yenə deyirəm, mən belə bir Eurovision fanatı deyiləm və bilirəm ki, Azərbaycanda elə dünyada da qızlı oğlanlı Avroviziya yarışmasının babat fanatları var. Amma mən elə qıraqdan baxan adam kimi deyirəm də, yəni bu okey deyil. Doğrudan deyirəm. Yəni bunun, yəni məşğul olmaq istəmirsiniz bununla. Vaxtınızı ayırmaq istəmirsiniz. Sizin üçün bu çox da ciddi bir proyekt deyilsə, başqa bir qurum yaradın, başqa bir, bilmirəm, nazirlik mi olsun, bir qurum mu olsun, insan mı olsun, verin ona musiqidən başı çıxan. Bu Avroviziya yarışmasına aid bütün qərarları musiqidən başı çıxan insan eləməlidir. Yaxşı başı çıxan, musiqi ilə məşğul olan, başı çıxan bir insan baxmalıdır bu işə də və ən əsası, musiqini qoyuram qırağa, yəni Azərbaycanı sevən insan eləməlidir ki, ölkəm üçün ən yaxşı qərarı, yəni çalışın, bunu seçin, bunu göndərin, bu mahnı olsun. Yəni belə olmalıdır bu. Belə yox.